Hamıya salam. Bugün sizinle birlikte İngiliz dili buraxılış imtahanında esseni necə yazmalıyıq onu izah edəcəm. Yəni strukturunu və sizə bir nümunə esse göstərəcəm. Bildiyiniz kimi 2027-ci ildən etibarən DİM belə bir qərar verdi ki, buraxılış imtahanında yəni strukturu dəyişiləcək və e, bir esse tapşırığı əlavə olunur. Bilməyənlər üçün bir də xatırladıram. Deməli, bir dinləmə mətni olacaq. Həmin mətn üzrə 4 qapalı tipli test tapşırığı olacaq. E, Readingdən, yəni oxu üzrə, oxu bacarığı üzrə 2 oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı təqdim olunacaq. Leksik, qrammatik biliyin ölçülməsi üzrə isə, yəni qrammatika üzrə 13 qapalı tipli test tapşırığı təqdim olunacaq və bir də əlavə olaraq esse. Və həmin essedə 100 sözdən ibarət olmalıdır. Müəyyən bir mövzu veriləcək və həmin mövzu haqqında siz esse yazmalısınız. Ə, Öncə demək istəyirəm ki, esse nədir? Birinci biz essenin nə olduğunu bilməliyik ki, həmin struktura uyğun olaraq da biz öz fikirlərimizi ifadə edə bilək. Deməli, esse yazının bir növüdür. Yəni biz burada öz fikirlərimizi, ideyalarımızı müəyyən mövzu üzrə belə deyək, müəyyən mövzu üzrə öz fikir və ideyalarımızı ifadə edirik və ümumiyyətcə esseni yazmaq üçün birinci onun strukturunu bilmək lazımdır ki, necə yazılmalıdır esse. Ümumiyyətcə hər bir yazıya başlayanda məsələn bir bina düşünün, məsələn bir binanın əvvəlcə bir bünövrəsi olmalıdır, sonra əsas hissəsi olmalıdır. Yəni essedə də bu şəkildə olur. Biz yəni esseni yazmaq üçün öncə introduction hissəsini verməliyik. Introduction nə deməkdir? Introduction giriş deməkdir. Yəni birinci biz mövzu haqqında giriş, yəni öz belə deyək ki, müəyyən bir fikir ola bilər, bu müəyyən fakt ola bilər. E, Girişi mütləq verməliyik. Deməli ikinci olaraq isə olmalıdır main body. Main body nə deməkdir? Yəni əsas hissə. Deməli, main body əsas hissəsində isə həmin mövzu ilə bağlı müəyyən fikirlər, düşüncələr və yaxud da öz fikriniz, nümunələr və yaxud da advantage və ya disadvantage essesidirsə, avantaj və dezavantajlarını həmin hissədə veririk. Sonra səbəblər, ə, nümunələr, yəni istədiyiniz hər hansı bir fikri main body hissəsində yaza bilərsiniz. Üçüncü hissə olur conclusion. Conclusion özü yekun hissə deməkdir. Yəni bu bir növ nəticə gedir. Nəticə hissədə də biz nə etməliyik? Yəni elə bil ki, bir şeyi sonlandırmaq üçün biz son bir fikir verdik ona. Bir cümlə də ola bilər, iki cümlə də ola bilər. Ə, Məsələn, tutaq ki, hər hansı bir mövzu verilib, həmin mövzu ilə bağlı sənin son fikrin, yekun fikrin nədirsə, yəni bir son nöqtəmizi elə bil ki, qoymalıyıq. Bu da olur conclusion hissəsi. İndi nümunə üzərindən izah eləyəndə daha yaxşı başa düşəcəksiniz. Yəni bu esse müəyyən mövzular haqqında ola bilər. Ümumiyyətcə ən çox belə rast gəlinən mövzular social media haqqındadır, texnoloji, yəni texnologiyadır, sosial mediadır, internetdir, nə bilim təhsildir, onlayn təhsil və yaxud da əyani təhsil, yəni daha çox bunlar gedir. Yəni bir essedə disadvantage və advantage mövzusu da ola bilər. Yəni bu tipli esselərdə işləməlisiniz ki, hansı əsas sözlərdən, açar sözlər olur, onlardan istifadə etmək lazımdır. Yəni istəsəniz yorumlarda qeyd edərsiniz, mən sizə ataram müəyyən esse mövzuları və həmin essəyə aid nümunələr ki, siz onlarla tanış olun. Məsələn, onsuz da oxşar mövzular düşəcək çox güman ki. Yəni müəyyən mövzular haqqında sizə mən bunu göndərə bilərəm. Deməli, nümunə essədən başlamaq istəyirəm. Nümunə esse məsələn ola bilər ki, dəqiqə. Deməli, nümunə essemiz ola bilər. The importance of healthy eating. Sağlam yeməyin önəmi. Yəni sağlam qidalanmanın önəmi. Başlığımız budur. Bu bizim essenin başlığıdır. İndi essaya tutaq ki, belə bir mövzu verib deyir ki, write an essay about the importance of healthy eating. Yəni sağlam yemənin, qidalanmanın önəmi haqqında esse yazın. Siz necə yazacaqsınız? Bayaq dediyim kimi birinci giriş verilməlidir, yəni introduction hissəsi. Necə olur? Yəni birinci əslində Azərbaycan dilində öz fikirlərinizi məsələn deyib, ondan sonra onu bir ümumiləşdirib,
bir esseyə çevirmək mümkündür. Məsələn, deyə bilərik ki, sağlam qidalanma hamı üçün önəmlidir. Yəni, birinci ilk olaraq mən birbaşa desəm ki, hə, ə, hamı çoxlu yemək yesin, çoxlu vitamin qəbul eləsin, tərəvəz yesin, meyvə yesin, su içsin. Yəni, birbaşa bundan girə bilmərəm. Düzdürmü? Çünki çox belə absurd görünər birbaşa bundan girsəm. Birinci bir deməliyəm ki, sağlam qidalanma hamı üçün önəmlidir və yaxud da vacibdir. Yazıram. Healthy eating is very important for everyone. Bunu verdim girişini. Sonra deyə bilərəm ki, məsələn, bu bizə, məsələn, bizim güclü, aktiv və yaxud da sağlam olmağımıza, qalmağımıza kömək edir. İndi bunu necə yazaram ingiliscə? It helps us stay strong, active and healthy. Buna bir girişi verdim. Sonra artıq yaza bilərəm müəyyən fikirlər, healthy eating ilə bağlı müəyyən bir fikirlər yaza bilərəm. Deyərəm ki, məsələn, biz meyvə yeyəndə, meyvədir, tərəvəzdir, ətdir, bunları yeyəndə bizim bədənimiz vitamin qəbul eləyir və bu da bizə enerji verir. Deməli, anda əndə tipli cümlələri, deyəsən, əvvəlki videolarımda izahləmişdim, necə yazılır. Anda əndə ümumiyyətlə bu ilə başlamalıdır. Deyirəm ki, when we eat fruits, vegetables, meat, fish, and other healthy food, our body, bizim bədənimiz gets the vitamins, vitaminlər qəbul edir, and bizim bədənimiz vitaminləri qəbul edir və bu bizə it gives us energy. Bu da bizə enerji verir. Bunu yazdıq. Sonra məsələn deyə bilərəm ki, məsələn, indi tələbə və yaxud abituriyent olduğunuz üçün məsələn özünüzdən nümunə göstərə bilərsiniz ki, hə, məsələn, sağlam yemək tələbələrin və yaxud da şagirdlərin də daha yaxşı təhsil almasına, yəni oxumasına və daha belə konsantre olmasına kömək edir. Onu da deyə bilərik ki, healthy food can also help students study better and feel more focused in class. Sonra deyə bilərək ki, digər tərəfdən bu esselərdə məsələn bəzi sözlər var ki, yəni o qəlib sözlər var ki, onlardan çox istifadə olunur. Məsələn deyərəm ki, digər tərəfdən bu söz on the other hand özündən sonra vergül qoyulmalıdır. Məsələn deyərəm ki, çoxlu fast food yemək, chips yemək sağlamlıq problemlərinə yol aça bilər və bizi məsələn yorar. On the other hand, eating too much fast food, chips and sweets can cause, deməli səbəb olmaq cause'dur, can cause health problems and make us tired. Sonra deyə bilərəm ki, buna görə də diyetin olması və hər gün məsələn çoxlu su içmək çox önəmlidir. Buna görə də, ona görə də istifadə olunur. That's why it's important to have a balanced diet, yəni balanslı diyetdə, balanced diet and drink enough water every day, hər gün. Cümlə strukturları ilə bağlı başqa bir video çəkəcəm. Yəni
cümlələri necə qurmalıyıq, nə tipli, nə strukturu olan cümlələr var, onlarla bağlı ayrıca video çəkəcəm. Sonra deməli deyə bilərik ki, ə, sonra məsələn əsas hissəni bitirdim. İndi yekun hissəni vermək istəyirəm. Deyirəm ki, məsələn yekun olaraq necə istifadə olunur? In conclusion. In conclusion. Çünki yekun hissəni verəndə bu sözdən istifadə olunur. In conclusion, healthy eating is is a simple way to improve our health and enjoy the life. Yəni deyə bilərik ki, yekun olaraq sağlam qidalanma bizim yəni sağlamlığımızı inkişaf etdirməyin və yaxud da həyatımızda zövq almağın çox asan bir yoludur. Deməli, bu şəkildə bir esse yaza bilərik. Dediyim kimi mütləq giriş, əsas hissə, nəticə özünü göstərməlidir. Birbaşa əsas hissədən başlaya bilmərik girişi vermədən. Yəni mütləq girişdə yəni ümumi bir fikir, məsələn hər hansı bir mövzu verilib. Məsələn sosial media haqqında bir mövzudur. Ə, Sosial media haqqında deyin. Məsələn deyin ki, sosial media həyatımızda böyük rol oynayır. Ə, Mənfi və müsbət tərəfləri var məsələn. O tipli. Və yaxud da məsələn best friendlə bağlı bir esse verilib. Best friend ümumilikdə best friend nədir? Məsələn denən ki, hamının best friendi var. Ə, Yəni ümumi bir fikir, hamıya uyğun olaraq bir fikir yazmalıyıq giriş hissədə. Yəni sırf öz fikrini yox. Amma artıq əsas hissədə öz fikirlərinizi, bayaq dediyim kimi nümunələrdir, nə bilim, səbəblərdir, avantajlar, dezavantajlar, müsbət, mənfi tərəflər bunların hamısını qeyd edə bilərsiniz.